CBC FM-də 102.7 tezliyində mədəniyyət dalğası efirdədir. Hər vaxtınız xeyir olsun, aparıcınız mənəm Şahin Tayfun. Mədəniyyət dalğası başladı. 1 sentyabr 2023-cü ildə CBC FM və Mədəniyyət Nazirliyinin birgə layihəsi olan Mədəniyyət dalğasının ilk efiri yayımlandı. Artıq 2 ildən çoxdur ki, hər həftənin cümə günü ilə bu masada görüşürük. Bugün Mədəniyyət dalğası üçün xüsusi bir gündür, çünki verilişimiz artıq 100-cü buraxılışına çatıb və bu 100 buraxılış ərzində mədəniyyətin dünənindən bugünündən sabahına baxmağa çalışmışıq. Bu yolun hər addımında mədəniyyət adamları, sənətkarlar, tədqiqatçılar, dinləyicilər bizimlə bir yerdə oldu. Bugünkü buraxılışımız da məhz bu yolun davamıdır. Qonağımız Mədəniyyət Nazirinin müşaviri Cahangir Səlimxanovdur. Cahangir müəllim, xoş eşitdik, xoş gördük sizi. Necəsiz? Xoş gördük. Yaxşıyam, sağ olun. Cahangir müəllim, artıq bu masada demək olar ki, bütün mədəni tədbirləri, bütün layihələri səsləndirmişik və bu 2 ildən artıq bir zaman kəsiyində. Bu tip mədəni verilişlərin cəmiyyət üçün əsas əhəmiyyəti sizcə nədədir? Bilirsiniz, buna dəyəri cəmiyyət özü verir. Bizə gələn deməli əks-sədalar, siqnallar odur ki, ciddi müzakirəyə, mədəniyyət haqqında danışıqlara doğrudan da ehtiyac artır. Çünki biz çox vaxt eşidirik, düzdür bu düzgün ünvanlanmır. Çox vaxt bizdən gözlənti budur ki, müzakirə olanda mədəniyyətin vəziyyəti və s. o saat deyirlər ki, efirlər, nə bilim, bizdə özü bu oturuşub artıq, efir yox, efirlər. Efirlərdə, nə bilim, bayağı musiqi, nə bilim, lazımsız söhbətlər, mənasız söhbətlər, bunların siz gərək qarşısını alasınız. Bizim mövqeyimiz odur ki, əvvəla biz kanalların fəaliyyətinə birbaşa müdaxilə eləyə bilmirik, qadir deyilik, amma münasibət bildirə bilərik. Bir də ki, ən yaxşı üsul burada pozitiv nümunə göstərməkdir. Və ona görə sizin verilişiniz kimi verilişlərin deyək ki, meydanda olması və burada bir məsələ var ki, bilirsiniz ki, bu Çinlilər bunu deyirlər ki, hansısa bir nəticə əldə eləmək istəyirsənsə, sən gərək ardıcıl olasan və bunu az-az, çox kiçik addımlarla, amma gəlib o hədəfə çatasan. Yəni, bizim hədəfimiz doğrudan da mədəni mühitin daha zəngin, daha dolğun, daha canlı olması üçün biz onu bir günün içində eləyə bilmərik. Ona görə də mən doğrudan da sizə çox təşəkkür edirəm ki, siz artıq bu hövsələnizlə ki, 100-cü verilişə gəlib çıxmısınız, bundan sonra bir 100-ü də olsun. Demirəm ki, eyni şey, bəlkə də o başqa əlbəttə ki, bəlkə bir 100 verilişdən sonra, 2 ildən sonra biz başqa bir format düşünəcəyik, amma ən azından bu hədəfi qarşınızda görəsiniz. Təşəkkür edirəm. Bu arada mən də çox eşitmişəm o sözləri. Məsələn, efirlər. Siz düz qeyd elədiniz. Dırnaq içində efirlər anlayışını. Amma deyərdim ki, əslində qalsa baxmaq istəyən insan üçün bizim televiziyalarımızda hər cür verilişlər var. Yetəri əsas odur ki, sən onu tapasan. Amma radiolar bu ənənənin daha da önündədir. Çünki radiolarda bu ənənə hələ itməyib. Radiolar hələ öz gücünü qoruyur, saxlayır. Nəyə görə? Çünki bayağı mahnılara, bayağı adlandırdığımız daha doğrusu qeyri-professional mahnılara çox yer vermirlər və öz aktuallığını hələ də qoruyur, saxlayır. Ona görə də dinləmək istəyən insan axtarıb tapacaq, mütləqdir bu. Bəs Cahangir müəllim, daha geniş auditoriyaya çıxmaq üçün gələcəkdə bu kimi verilişlər, rubrikalar, yaxud da ki, sosial platformalarda podkastlar çox yayılır. Podkastlar nəzərdə tutulurmu? Getdikcə əlbəttə biz yeni formatlara da əl atmalıyıq. Mən birinci başlanğıcda da onu dedim ki, biz bilmirik ki, bəlkə 100 verilişdən sonra bir başqa formata keçək. Ona görə burada çeviklik və zamanla ayaqlaşmaq çox vacibdir və biz də bunu göz önünə almalıyıq. Məsələn, bilirik ki, indi sosial media platformalar getdikcə genişlənir. Məsələn, TikToku hamı yalnız əyləncə kimi qəbul edirdisə bu yaxın vaxtlara, TikTok özü, yəni onlar bizə də bunu da söz gəlişi deyim ki, müraciət ediblər və bizə ilə əməkdaşlıq edirlər. Məsələn, keçən il çox uğurlu bir kampaniya oldu. Bu Novruz bayramı ilə bağlı idi. Çünki bir var ki, biz bunu dövlət səviyyəsində qurulmuş el şənliyi kimi göstərək
Bir də var ki, bunu bu çox axı belə ailə içində, ev içində olan da həm də bayramdır və bunu içdən göstərmək üçün məsələn TikTok bizə o imkanı yaratdı. Yüzlərlə adam qoşuldu bu çağırışa ki, qısa videolar çəkdilər. Hərəsi biri nə bilim şəkərbura maqqaşlayır, biri nə bilim xonça bəzəyir, biri milli geyimdə hardasa gəzir və s. flash mob kimi və s. Belə videolar doğrudan da bəlkə də bir belə rəsmi yayımlama ilə yanaşı bu Novruz bayramının insanların hətta deyərdim ki, gündəlik hərəkətlərində belə bərqərar olmağına dair də çox fayda gətirir. Ona görə də biz bu şeyləri düşünməliyik. Əlbəttə çalışırıq bu yeni formatları üst tutaq olaraq. Cahangir müəllim, sizin təcrübənizdə mədəni layihələrin, bu layihələrin uğurunu və ya uğursuzluğunu müəyyən edən əsas amillər nələrdir? Əlbəttə ki, auditoriyanın geri dönüş baxışı, əlbəttə ki, bu necə biz mütləq gərək əlimizi onun nəbzində, deməli, auditoriya nəbzində tutaq, görək ki, bu doğrudan da qəbul olunurmu? Nə qədər insan bunu sonradan müzakirə eləyir, nə qədər insan buna müraciət eləyir və mövzular düzgünmü seçilir? Yəni, hətta tonun özü də, yəni danışıq tonu çox həddindən artıq ciddi və rəsmi deyilmi? Burada səmimilik də o dəqiqə hiss olmalıdır. Cahangir müəllim, bu arada dinləyicilərimiz üçün bir vacib xəbərdə bölüşmək istəyirəm ki, Azərbaycan Mədəniyyəti 2040 Azərbaycan Respublikasının mədəniyyət konsepsiyası cənab Prezident İlham Əliyevin 14 yanvar 2026-cı il tarixli sərəncamı ilə təsdiq edib. İstərdim bu sənədin mahiyyətinə birlikdə nəzər salaq. Bu konsepsiyanın qəbul edilməsi mədəniyyət siyasətində bizə hansı yenilikləri vəd edir? Bilirsiniz, biz zaman-zaman yenə deyirəm, zaman o qədər tez dəyişir və çağırışlar dəyişir ki, biz mütləq onu vaxtaşırı yenidən baxmalıyıq və özümüz üçün müəyyən eləməliyik ki, bizim növbəti hədəflərimiz nədir? Deməli, 40-cı ilə qədər 3 mərhələyə bölünüb bu konsepsiyanın icrası və aydın məsələdir ki, indiki dövrdə yəni bütün dünya buna gedir ki, o qədər gözlənilməz hadisələr baş verir, cəryanlar. Yəni burada təkcə mən fəlakətdən danışmıram, münaqişələrdən yox, yəni pozitiv çağırışlar da dəyişir. Yəni biz bunların hamısı ilə mütləq ayaqlaşmalıyıq. Ona görə də ola bilsin ki, bizim növbəti 5 illik hədəflərimiz xeyli müəyyəndirsə, ondan sonrakılar deməli yenidən baxılacaq, əlavələr olacaq, dəyişikliklər, amma ümumi xətt odur ki, bu dəyişən dünyada qloballaşan, nə bilim, ya deqloballaşan, bilirsiniz ki, hətta qlobalizasiyadan çox danışdıq. İndi deqlobalizasiyada bir hətta deyərdim ki, problemə çevrilir. Çünki mühafizəkarlıq, biz görürük ki, böyük dövlətlər, hamı üçün nümunə olan dövlətlər indi özünə qapanmağı məsələn hədəf qoyur. Biz bu proseslərdə bu təlatümlü necə deyirlər, mühitdə özümüzü necə müəyyən eləməliyik ki, bir tərəfdən simamızı itirməyək, yəni milli mənsubiyyətimizi itirməyək. Digər tərəfdən də çox özümüzə qapansaq, deməli, müasirliklə və dünyaya açıqlıq kimi bir prinsiplə, o prinsipdən uzaqlaşmayaq. Bax, bunları hamısını həmin bu mədəni strategiya müəyyən eləyir və bu, mən deyərdim ki, böyük bir kollektivin uzun müddət, biz deyərdim ki, bizim daxili indi mətbəxi açmaq istəmirəm, amma mübahisələrimiz də olub, müzakirələr olub. Dəfələrlə həmin bir dənə bir nöqtəyə, bir vergülə də məsələn qayıtmışıq, bir də baxmışıq. Amma yenə də o tam mükəmməl ola bilməz. Əlbəttə ki, bu yenə də bu sadəcə bizim üçün bir yol xəritəsidir. Həm də ki, insan qarşısında bir hədəfi görəndə ona irəliləmək onun üçün daha rahat olur. Hədəfsiz sadəcə sən hərəkətdə olursansa, bilmirsən ki, sən indi hardasan və onu necə qiymətləndirmək lazım. Mütləq ki, insanın hədəfləri və yaxud da tək insanın yox, ümumiyyətlə bir qurum da olsun, fərqi yoxdur. Hədəf olmalıdır ki, hansısa hədəfə çatmalıyıq. Bu konsepsiya 3 mərhələdə həyata keçirilməsi nəzərdə tutulur. Siz də qeyd elədiniz, hansı ki, birinci mərhələ 2026-2030-cu illər, ikinci mərhələ 2031-2035-ci illər və nəhayət son mərhələ 2036-2040-cı illər. Cahangir müəllim, ilk mərhələdə əsas prioritetlər nələr olacaq? Əslində biz bu konsepsiya 6 deyək ki, sütun 6 istiqamət üzərində qurulur.
Onlardan deməli incəsənətin inkişafıdır. Sonra mədəni diplomatiya, yəni ki, Azərbaycanın ətraf dünyada mövqeyi və bax burada müxtəlif mədəni diplomatiya quyruğu adını, yəni ki, bizim əlaqələrimiz böyük dünya miqyasında. Sonra burada vacib ayrıca deməli hədəf kimi qoyulmuş Azərbaycan dili və onun inkişafı. Əslində dil özü-özünə inkişaf eləyir. Onu heç bir naziri, heç bir qurum necə deyirlər, o bir bizdən asılı olmayan. Amma biz də onun daşıyıcıları. Əgər bunu şuurlu, düşünülmüş və məqsədli buna yanaşırıqsa, yəni bu körtəbii baş vermirsə, onda biz əmin ola bilərik ki, dil nə təhrif olunur, nə itib batır, nə xarici məruzlara çox düzdür. Dil özü-özlüyündə, yəni deyirəm, onu biz konservləşdirə bilmirik. Onun inkişafı həm də ki, onun zənginləşməsidir. Yeni həmin sözün hətta istifadəsinin yeni çalarları və s. Yeni reallıqlar, məsələn, texnologiya sayəsində ki, biz onu körtəbii qəbul edirik, ya onu öz dilimizdəki sözləri uyğunlaşdırır. Bunlar hamısı mübahisəli məsələlərdir. Burada bu verilişdə əlbəttə bunu müzakirə eləməyəcək. Amma ən azından Azərbaycan dili və hətta belə bir məqsəd qoyulur ki, Azərbaycan dili daha geniş yayılsın. Çünki onun əlbəttə daşıyıcıları da kifayət qədərdir. Bilirsiniz ki, 10 milyonlarla insan bu dildə danışır. Amma yenə də onun beynəlxalq miqyasda tanınması, onun başqa dillərlə ünsiyyəti, tərcümələr və s. bunlara çox böyük fikir verməlidir. Bundan başqa, məsələn, bilik mədəniyyəti və davranış mədəniyyəti. Davranış nədir? İnsanın əvvəla özünü cəmiyyətdə dəyərləndirməsi və mövqeyini tapmasıdır və başqa insanlarla ünsiyyət qurması və burada biz görürük ki, çox sürətlə dəyişən cəmiyyətdə dəyərlər də bir qədər redaksiya olunur, yəni yenidən təftiş olunur. Bəzi davranış qaydaları da bunu birbaşa pozulur deyə deməzdim, amma onlara başqa baxış olur. Və burada bizim hansısa bir əsas kökümüz olan milli ənənələrə söykənmək və eyni vaxtda da bu belə gülünc formada olmasın. Yəni ki, bu çevik və doğrudan da müasir mühitə uyğun olsun. Bax, bu da bir dilemmadır. Bunun hazır cavabı yoxdur və bunun üçün də biz davranış mədəniyyətinə ayrıca bir istiqamət kimi müəyyən eləmişik. Bilik mədəniyyəti, yəni bilik özü elə mədəniyyətin deməli, düzdür, elm ayrıca bir sahədir, amma ki, bilik, yəni maariflənmə və bilirsiniz, hətta ərəb dilindən gələn bir söz vardı, ədəb. Biz düzdür onu ədəb bəlkə elə davranış kimi qəbul edir, amma ədəb odur ki, yəni ki, insan bilikli olsun, hər dünyadan onun geniş deməli anlayışı olsun və bunu da biz Mədəniyyət Nazirliyi olaraq müxtəlif vasitələrlə çalışacağıq, həyata keçirək, müxtəlif proqramlarla və s. Cahangir müəllim, milli ənənələrdən danışdı. Sənətdə milli kimliyə əsaslanan müasir mədəniyyət modeli anlayışı var. Sizcə müasirliklə milli ənənələr, milli kimliyi arasında balans necə qorunmalıdır? Bilirsiniz, o balansı heç kim təhkim eləmir. Yəni, o olsa da, yəni, real həyatda hərə deməli ona üsyan qaldıracaq. Yəni, deyəcək ki, mən belə hiss eləmirəm. Hərə öz hissiyatına görə, amma ən azından biz bunu düşünməliyik. Yəni, bir tərəfli deməli, öz köklərindən, öz mühitindən tamamilə uzaqlaşmaq biz bilirik ki, ən azından, fəlakət də olmasa, ən azından belə gərginliyi gətirir, daxili gərginliyi. İnsan elə bil ki, köklərindən uzaqlaşanda o istirabı çəkməli olur. Ona görə də o balansı biz hərəmiz özümüz üçün əlbəttə tapırıq və heç kim deyə bilməz ki, hardadır o. Amma ən azından onu qarşımızda bir məqsəd kimi görürük ki, biz onu axtarmalıyıq və o axtarışların nəticəsi kimdə necə alınırsa, onların mübadiləsi özü də elə mədəniyyətdir, mədəni həyatdır. Təşəkkür edirəm cavablar üçün. Cahangir müəllim, konsepsiyada kino və digər kreativ sahələrin inkişafı üçün hansı əsas mexanizmlər nəzərdə tutulub?
Biz artıq bu proses başlayıb. Yəni bilirsiniz ki, bizdə yaradıcı sənayilər, bunu hətta cəmdə deyirlər, burada bu səhv deyil. Bir sənaye deyir, sənayilər. Bunu İngiliscə deyirlər, creative industries, industry yox. Və nəyə görə? Çünki burada müxtəlif cür qurulan istehsal prosesləridir. Yəni bir nəfər oturub nə bilim sədəfdən inkrustasiya eləyirsə və böyük bir müəssisədə film çəkilirsə ki, orada onlarla və hətta 100-dən artıq adamın zəhməti var, yüzlərlə bəzən adamın. Onlar hamısı bir cür sənayedir. Yəni orada istehsal prosesinin özünün quruluşu müxtəlifdir, amma ona görə buna cəmdə deyirlər sənayilər. Bu ilə bağlı əlbəttə ki, daha çox imkan yaratmaq. Çünki əlbəttə ki, Mədəniyyət Nazirliyi özü-özünə müəssisələr qurmaq, nə bilim, bizneslə məşğul olmaq, gəlir gətirən sahələrlə birbaşa qoşulmamalıdır. Və biz bunu heç qarşımıza məqsəd də qoymuruq. Amma o imkanlar yaratmaq, o imkanlar da nədən ibarətdir? Əlbəttə, həm startaplara, başqa sahələrdə olduğu kimi, yəni ki, təzə başlayanlara bir yardım. O yardım da nədən ola bilər? Həm ilkin, məsələn, onlara sərmayələrə çıxış, həm biliklər, menecment bilikləri və yaxud o sahə ilə bağlı professional biliklərin artırılması, mübadilə, beynəlxalq bazarlara çıxış və s. ən müxtəlif burada alətlər var ki, o ilə bu hədəfə çatılır və bu demək olar ki, biz bunu sıfırdan başlamırıq. Beynəlxalq təcrübə var, çox ölkələr bu ilə məşğul olur və biz də çalışırıq bunlarla ayaqlaşaq. Onu da qeyd edeyim ki, məsələn, biz artıq 2 ildir Mədəniyyət Nazirliyi belə bir təhsil qrantları proqramı elan edib və artıq 44 nəfər ondan bəhrələnib. Dünyanın düzdür, orada aparıcı universitetlər də var, çox bahalı təhsil haqqı olan universitetlər də var. Nisbətən deməli belə daha münasibləri də var. Amma hər bir halda bu bizim üçün bir gələcəyə, elə bil ki, sərmayədir. Çünki biz belə mütəxəssislər indi yetişdiririk. O nadir deyək sahələrdə ki, bizdə onlara ehtiyac var. Məsələ biz isə tanış olan sahədir, bildim mən bizim söhbət əsnasında. Deməli, səs mühəndisliyi və səs dizaynı. Məsələn, bizim indi bir tələbə sayılır, düzdür, özü də xeyli təcrübəyə malikdir. Berlinin İncəsənət Universitetində xüsusi bir bölüm var, Sound Art və orada məsələn təhsil. Bizim bir neçə məsələn moda sahəsində Parsons School of Design New Yorkda orada bizim məsələn bir tələbəmiz oxuyur və s. Və Türkiyədə məsələn bir nəfər restavrasiya üzrə, yəni daha doğrusu memar, restavrasiya memarlığı. Bu doğrudan nadir bir sahədir və orada bir nəfər oxuyur və s. Bir neçə misal gətirə bilərəm ki, çox nadir sahələr üzrə. Musiqi menecmenti, özü də klassik musiqi, simfonik və opera kollektivlərinin menecmenti üzrə bizim məsələn bir nəfərində Almaniyada oxuyur, Frankfurtda. Hər birinə uğurlar arzu edirik. Yəni inşallah ki, o zəhmətin də nəticəsini biz ölkəmizdə görəcəyik. Bir halda ki, verilişin sonuna yaxınlaşırıq. Mənim də bir belə şərəfli missiyam var. Mənə tapşırıldı ki, bizim nazirimiz cənab Adil Kərimlinin sizə təşəkkürnaməsini ötürün. Bunu mən böyük fərəhlə yerinə yetirirəm. Təşəkkür edirəm. Sizin zəhmətiniz də oradan da bizim üçün çox dəyərlidir. Çünki biz arxayınıq ki, bizim fəaliyyətimiz izlənilir və dinləyicilərə çatdırılırdı. Mütəmadi olaraq. Çünki hər həftə olduğu bax bu çox vacibdir ki, bunu vaxtaşırı eləmirsiniz, mütəmadi eləyirsiniz. Təşəkkür edirəm Cahangir müəllim. Çox sağ olun maraqlı cavablar üçün, gəldiyiniz üçün və xüsusi buraxılışımızda bizimlə bir yerdə olduğunuz üçün çox sağ olun. Sağ olun. Dinləyicilərimizə xatırlatmaq istəyirəm ki, qonağımız Mədəniyyət Nazirinin müşaviri Cahangir Səlimxanov idi. Biz də gələn həftənin cümə günü 101-ci buraxılışımızda bu masada olacağıq. Sağ olun, sağlıqla qalın.